Mən İsayeva Minarə, Goranboy rayonunun Qaraçınar kənd tam orta məktəbindən gəlmişəm. Gəlməyimin səbəbi Gəncə Daşkəsən Təhsil İdarəsinin müdürü Elçin Kərimovdan və Goranboy Naftalan Təhsil İdarəsinin müdürü Vüsal Cəfərovdandır. Belə ki, demək olar ki, mən işlədiyim müddətdə öndə gedən, mən hal-hazırda Qaraçınar kənd tam orta məktəbinin ibtidai sinif müəllimi işləyirəm. 30 il stajım var. İşte bəli. Və nələr baş verir? Bu 30 ilin içində öndə gedən direktorlarla işləmişəm. Onların rəğbətini qazanmışam. Heç bir problemim olmuşdu. Bu Elçin Kərimov gələn bir gündən demək olar ki, gülüm qara olubdur. Nə mənada? Elçin Kərimov ondan qabaqda olan, mənə qarşı pislik edən şəxslər haqqında mən ali orqanlara çatılmışam, yəni sağ olsun ali orqanlardakı mənə dəstək olubdur, yəni problemlərimə. Daha sonra Elçin Kərimov Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin, mən onu belə deyərdim, şef adlandırıram, şefi. Çünki, bəli, müdürü, bir söz, yəni müdürü deyək. Demək ki, o mənə qarşı təhdidlər və təzyiqləri davam etdi. Niyə? Çünki o məni aradan götürmək üçün əlimdən bütün gələn variantlardan istifadə elədi. Şiddətli töhmətlər verdi, qeyri-qanuni aidiyyətsiz ki, Minarə İsayeva olan yerdə biz korrupsiya faktları ilə işləyə bilmərik. Yəni, qanunsuzluğu belə də təbliğ elədiyimə görə. Nə eləməlidir? Minarə İsayevanın necə lazımdır, alternativ xəstlərdən aradan götürməlidir. Sağ olsun bizim ali məhkəmələrimiz. Mən nə vaxta qədər məhkəmə qapılarında sürünüm, nəyə görə, Elçin Kərimov kimdir və niyə bu müdafiə olunur? Və onun yaratdığı komanda demək olar ki, bir çətir altında biz bir güclü komanda yaradıqdır. Hal-hazırda Gəncə Daşkəsən Regional Təhsil İdarəsində qohumlar, əmzadələr və bir ailənin üzvü, dövlət qulluğundan keçənlər, Emin Məmməd Tağıyev, Elmin, Nalə Məmməd Tağıyeva nəyə görə təhsil idarəsində ali demək olar ki, vəzifədə çalışırlar. Buna baxmayaraq Elçin Kərimov, mən ikisi də bəli bir yerdə çalışırlar. Həm ər, həm arvad özü ilə gətirdiyi, sürət qatarında gətirdiyi, demək olar ki, Arandan gətirdiyi, Mingəçevir Yevlaxdan orada işləyirdi. Gətirdiyi bu şəxslər birlikdə orada çalışır. Hətta indi isə öz əmizadəsini gətiribdir, Pənah Kərimli, sonra bir başqası. Yəni, çox xahiş edirəm ki, bir bu araşdırılsın, bunun əmək fəaliyyəti araşdırılsın, görüm Elçin Kərimov nəyə görə sadə bir anıya, ötəsində birinci qrup əlili olan bir anıya qarşı belə bir sifarişlər verir. Mən Azərbaycan müəllimiyəm, cənab deməli, Ulu Öndərin bir şiarı var ki, mən müəllimdən yüksək yer üzündə ad tanımıram. Ancaq bugün Elçin Kərimov o səlahiyyətlərindən çox çərçivədən çıxıbdır, vəzifə səlahiyyətlərindən yüksək dərəcədə istifadə edir. Mən elə bilirəm ki, qanunvericilikdə belə bir təlimat yoxdur. Demək, dövlət... Sən nə deyir? Konkret olaraq bax, deyirsən... Mən dəfələrdə onun qəbulunda olsam da o şəxsən mənə səni məhv edəcəm, mənim üzərimdə böyük imkanlarım var. Səbəb odur ki, o mənə deyir ki, sən qanunsuz, demək, onun fikrindən belə çıxır ki, mənim dərs saatlarımın çox olması qanunsuzdur. Mən dərs saatlarım az olması haqqında ona fikrimi bildirəndə deyir, yox, mən sənə bu qədər 10 saat o da mən müsibətlə veribdir. Onu mən başa düşə bilmirəm. Təlimatda belə şey var ki, Regional Təhsil İdarəsinin müdürü dərs adı bölsün. Niyə? Nəyə görə? Və sonra da mənə dəfələrlə şiddətli töhmət verilibdir. Və bunu da məktəb rəhbərliyi, məhkəmə zalında özü etiraf elədi ki, mən Minarə müəllimə, sizlə heç bir işim yoxdur, mən əmr quluyam. Baxın, bir söz deyək, region müdürü müəlliməyə töhmət verə bilir. Xeyr, səlahiyyəti çatmır. Səlahiyyəti çatmır. Xeyr. Sizə necə verir o? O tapşırıq əsnasında. Çünki mənim rəhbərim, yəni məktəbin direktoru deyir ki, mən işimi itirə bilərəm, özümü sığortalamaq üçün mən kiməm ki, əmr quluyam deyib elə mənim yerinə getirməliyəm. Məktəb direktoru verir. Bəli. Ancaq bunun sifarişi... Məktəb direktoru da deyir ki, regionun göstərişi veribdir Vüsal Cəfərova. Vüsal Cəfərov da o şəxsdir ki, diaqnostik balı kifayətcə təhsil tələb etdiyi meyarlara cavab verməyən Vüsal Cəfərov necə bir gəlib orada bir rəhbərlik edir, başçılıq edir, mən bilmirəm. Hətta Vüsal Cəfərov hal-hazırda direktor və zavuşların həvalə altında olan pullarını mənimsəyirlər. Belə əllərdə faktlar da var, iddialar hələ çoxdur, hamısı da öz faktını tapır. Mən buradan müraciət edirəm, ölkə başçısı Cənab İlham Əliyev, mən buradan müraciət edirəm, analar anası,
Mehriban xanım Əliyeva, bir ananın fəryadı, bir ananın səsi sizə çatır. Çox xahiş edirəm. Ötəmdə birinci qrup Əlil övlad var. Mən bu Əlil övladla bərabər demək olar ki, təhdidlərə, tənqidlərə məruz qalmışam. Çox xahiş edirəm, ali qurumlar, baş prokuror, demək olar, Dövlət Təhlükəsizlik Xidməti, çox xahiş edirəm, mən nəzarətə götürülüm və bu şəxslərin mənə qarşı elədikləri araşdırılsın. Mən xahiş edirəm, mənim evimdə çəkiliş gəlsin. Yəni, dövlət tərəfindən gəlsin görüm, mənim dediyim faktlar əgər öz əksini tapmasa, bəli, onda mən də cəza almağa layiqliyimi bilərəm. Bununla bağlı siz təhsil sektoruna, öz rayonunuzdakı sektora müraciət etmişsiniz. Mən sektora olanları bilirəm. Mən müraciət hardasa aylar öncə etmişəm və o mənə sonra Kəlbəcər rayonunun Sarı Yer adlanan belə bir demək ki, məkanından da, yaylağından bir çobanla xəbər göndərdi ki, mənə gələn zəngdə telefonundadır ki, Minarə İsayevanı məhv eləyəcəm və o mənim elədiyim əməlləri birbaşa çatdırır nazirliklərə, yuxarı dövlət qurumlarına. Bunu mənə xəbər göndərən Vüsal Cəfərovun demək olar ki, dostu adlandırımda dedi ki, sektor müdürü, bəli, Goranboy rayonu sektor. Eyni zamanda səni məhv edəcəm sözün region da deyirlər. Bəli, şəxsən Elçin Kərimov birbaşa deyirəm, heç bir yanlışlıqlara mən yol verə bilmərəm, yalan ifadə verə bilmərəm, çünki özüm müəlliməm, ziyalı bir ailənin qızıyam və nəyə görə mən bugün xəstə övladımı demək olar ki, narkotik tərkibli mən iynə vurub yollara çıxıram. Niyə? Nəyə görə? Elçin Kərimovun da övladı, anası, bacısı var. Yəni biz Azərbaycanlıyıq. Mən prezidentin ən həssas qrupuna daxil olan bir vətəndaşam, anayam. Siz səbəbi nədə görürsünüz? Bax, niyə elə deyirsiniz? Səbəb belədir ki, demək olar ki, mənim hətta yerim satılmışdı, hərraca çıxarılmışdı. Mən yerimin satılan yeri, demək qanun çərçivəsində cəfələrlə cənab nazirin qəbulunda da olmuşam. Sonra həmin müəllim işdən uzaqlaşdırıldı və onun verilən pullar dövlət tərəfindən bəli geri qaytarıldı. Buna görə də, yəni qanunsuzluğu ifşa etdiyimə görə, bəli, şəxsi qərəz, bir sadə müəllimdən şəxsi qərəzi bu nə dərəcədə düzgündür? Elçin Kərimov, məsələn, təlim adı ilə getdiyi xaricdə mülk ala bilir. Sonra Elçin Kərimov Bakıda, şəhərdə mülk ala bilir. Bir yoxlanılsın görün, bu şəxsin əmək fəaliyyəti, tarifikasiyalar, bunlar hamısı xahiş edirəm yoxlansın. Daxili nəzarət işçiləri gəlib, Gəncə Daşkəsən Təhsil Regional İdarəsinə mən getdim və Elçin Kərimov tərəfinə gizləndirildi. Nəyə görə? Mən kommunikasiya deyirəm, mən Azərbaycan müəllimiyəm. Adam Ziya, birbaşa iqtidaidə maliyyə, bəli, bunun hamısını öyrədən Azərbaycan müəllimidir. Bizdə dedi. Sonra mən Daşkəsən rayonunda cənab nazirin qəbuluna gedəndə mənim üstümə fiziki strukturu olan güc tətbiq olundu. Kürəyimdə 19 yaşlı əlil olaraq mən çox xahiş edirəm, dövlətindən bir daha təkrarən deyirəm, ali qurumlardan, Azərbaycanda olan ali qurumlardan, baş prokurorluq, cənab prezident, analar anası, Mehriban xanım Əliyeva, sizdən dəfələrlə xahiş edirəm ki, mənim bu fikrim, bu fəryadım sizlərə çatsın. Hər birinizə təşəkkür edirəm və inşallah inanıram ki, mənim səsim mütləq nəzərə alınacaq. Təşəkkür edirəm.